Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Axşamınız xeyir. Axşamınız xeyir. Axşamınız xeyir müəllimələr. Axşamınız xeyirli olsun dəyərli Axşamınız müəllimlər. xeyir müəllim, axşamınız xeyir müəllimlər. Salam, hər vaxtınız xeyirli olsun. Belə başlayaq müəllimlər. Bu gün deməli ödənişsiz sınaq dərsimdir. Linki hər yerdə paylaşmışam, statusda, ödənişsiz qruplarda paylaşmışam. Bu gün ilk sınaq dərsdir, amma bu qrup müavinlər üçündür. Nəyə görə müavinlər üçündür? Çünki direktorlar üçün qrupum artıq yığılıb. Biz 3 noyabrdan artıq o qrupda dərslərə davam edirik. Kim əgər direktorların müsahibə qrupuna daxil olmaq istəsə, mənim şəxsimə yazsın. Yeni qrupum bir də olacaq. Direktorların müsahibəsi üçün yeni qrupum olacaq. Cavab emalından sonra. Amma bu noyabrın 3-dən başlayan qrupa kim daxil olmaq istəyirsə, keçdiyim materiallarda göndərəcəm, öyrənəcəksiniz. Bir də qruplara əlavə edəcəm. Amma bu gün açdığım qrup isə sırf müavinlərə aiddir. Müavinlərdə bilirsiniz ki, birbaşa müsahibə deyil, test mərhələsidir. İndi hələ ki Dağlıq Şirvan elan eləyib test mərhələsini. Digər regionlar hələ test mərhələsini elan etməyib. Hələ bilmirik ki, digər regionlarda da test olacaq, yoxsa birbaşa müsahibə olacaq. Hər halda mövzular eynidir. Yəni mövzular yenə kurikulum, məcəllə, təhsil qanunvericiliyi, situativ praktik suallar. Bu gün mən evə heç bir mövzu verməmişəm, çünki ilk ödənişsiz sınaq dərsimizdir. Bu qrupu 3 aylıq açıram. Əgər hansısa bir regionda imtahan tez olarsa, onda biz sürətli qrupa keçəcəyik. İmtahan hansı regionda olsa, həmin müəllimlər başqa qrupa yığıb, mən onlarla sürətli qrupda davam edəcəyik. 3 aylıq qrup açıram, müavinlər üçündür. Deməli, qrupa daxil olmaq istəyən müəllimlər var. Mən hələ ki o qrupda müəllim sayı azdır. Nəyə görə? Çünki əsas bu dəqiqə müəllimlər direktorların müsahibəsinə hazırlaşır. Ona görə indi müavinlərin qrupuna daxil olan o 2 dənə müəllim var. Onları indi mən öz şəxslərinə yazacağam. Onları mən oktyabr qrupuna əlavə eləyəcəm. Sonra bu qrup isə 1 həftə, 2 həftə ərzində yığılacaq və mən həmin müəllimləri yenidən həmin o qrupa əlavə edəcəm ki, artıq onlar qrupa gəliblər, amma mən hələ dərslərə başlamıram. Çünki müəllimlərin çoxusu direktorların müsahibəsinə hazırlaşır. Yəni bu qrup dekabrın 1-nə qədər yığılacaq. Dekabrın 1-nə qədər yığılacaq. Mövzu verəcəm, öyrənəcəksiniz. Dekabrın 1-nə qədər də kim daxil olmaq istəsə, qrupun elan edirəm və dərsə başlayacağıq. Belə, kimin nəsə sualı olsa, şəxsimə yazar müəllimlər. Bir də qrupa daxil olan müəllimlərə vəsaiti ödənişsiz göndərirəm poçtla. Yəni sifariş verirəm. Müəllimlərə dedikləri ünvana çatdırılır və yaxud da elə region olur ki, orada evə çatdırma yoxdur, gedib postun özündən götürürlər. 3 günə, 4 günə çatdır, Naxçıvana da göndərmək olur. Belə müəllimlər, başlayaq. Deməli, nə deyəcəkdim? Mən həmişə təhsil haqqında qanun, ümumi təhsil haqqında qanunu sual-cavab edirəm ilk dərsdə. Amma bu gün fikirləşdim ki, kurikulum önəmlidir. Kurikulum hər yerdə var. Məhz bugünkü dərsimizi kurikuluma həsr edək. Dərsim 1 saat yarım olur. Yəni amma bu gün isə 1 saat keçəcəm, çünki sınaq dərsdir. Amma dərslərim hər zaman 1 saat yarım olur. Dərsimin formatını artıq çoxlarınız bilirsiniz. Materialları, video izahları əvvəlcədən göndərirəm, müəllimlər hazırlaşırlar və mən onlardan izahlı sual-cavab əsasında mövzunu soruşaraq daha da möhkəmləndirirəm. Mən fikirləşirəm ki, 1-2 həftə ərzində ərizələriniz təsdiqlənər. Direktorlar müsahibəsinə ərizə verən müəllimlərin, yəni maksimum fikirləşirəm 2 həftə çəkər. Yəqin ki, ondan çox çəkməz. Müsahibələr də fikirləşirəm ki, 2021-ci il, 2021 nədir? 2026-cı ilə qalmalı. Yəqin ki, 2025-ci ilin sonuna qədər yekunlaşar. Belə, başlayaq müəllimlər. Çox xahiş edirəm, dərs YouTube-da paylaşılacaq. YouTube-da məni izləyən müəllimlər ödənişsiz qrupa daxil olmaq istəyirsinizsə 055 279 21 27 nömrəsinə yazın. Nə sualınız olsa yazın. Bir də müəllimlər, sizdən bir xahişim var. Çox xahiş edirəm mənə SMS-i səsli göndərməyin, yazı şəkildə göndərin. Çünki inanın ki, həqiqətən mən çatdırıb o SMS-ləri dinləyə bilmirəm. Daha operativ olaraq sizin səslərinizi, sizin SMS-lərinizi cavab verməyimi istəyirsinizsə, SMS şəklində yazın. Bəzən elə olur müəllim deyir ki, yazmağa vaxtım yoxdur, bəs mən səsli göndərim. Bəs indi məni də fikirləşin də, görün axı nə qədər müəllim var. Mən o qədər səsləri dinləməyə vaxt çatdırmıram.
Yəni bu cəhətdən sualınız olanda çox xahiş edirəm SMS şəklində göndərin. Ya da səsli göndərəndə bir 20-30 saniyə olsun da 5 dəqiqə, 4 dəqiqə ay müəllimə mənim buna vaxtım yoxdur. Yəni mən bunu da deyim, məlumatınız olsun. Belə başlayaq. Kurikulumdan hansı hissələr daha vacibdir? Sual-cavab edəcəm. Hamınız yüksək ballı müəllimlərsiniz. Kurikulumu artıq hər biriniz bilirsiniz. Çoxunuz MİQ-lə keçmisiniz, sertifikatlaşdırmadan keçmisiniz. Ona görə kurikulum düşünürəm sizə çətin olmaz. Kim kurikulumu yaxşı bilir? Yəni mən ondan sual-cavab etmək istəyirəm. Hə, müəllimlər? Kurikulum həm direktorlar müsahibəsində var, həm müavinlərin test mərhələsində var. Direktorların test mərhələsində də olur deyil, direktorların test mərhələsi yoxdur, ancaq müsahibədir. Müsahibədə kurikulumdan daha çox hansı hissələrdən suallar verirlər, ondan verəcəm. Bir də test mərhələsinə hansı hissədən suallar düşür. Buyurun, əl qaldırın zəhmət olmasa. Bilmədiyiniz sualı mən cavablandıracağam. Bilmədiyiniz sualı cavablandıracağam. Kim hazırdır? Kim istəyir kurikulumdan? Heç kim istəmir. Görək kimdir. Lamiyə müəllimə, buyurun, açın mikrofonu. Salam müəllimə, Salam, hər vaxtınız xeyirli olsun. Yaxşıyam, siz necəsiniz? təşəkkür edirəm, mən də yaxşıyam. Lap yaxşı. Lamiyə müəllimə, başlayaq. Digər müəllimlər, mikrofonu açmayın, xahiş edirəm. Mane olan müəllimi çıxardacağam qrupdan. İnciməyin məndən. Çünki xəbərdarlıq hər kəs mikrofona, görüntüyə nəzarət etsin. Lamiyə müəllimə, kurikulum bir rəhbər işçi olaraq hər kəs bilməlidir, müavinlər də, təşkilatçılar da. Çünki siz gedib dərsi dinləyəcəksiniz. Dərsi dinləyən zaman siz kurikulumun o prinsiplərini, kurikulumun tələblərini bilməlisiniz. Dərs dinləməyə gedirsiniz, düzdür müəllim? Dərsi nə üçün dinləyirsiniz? Ümumiyyətlə, dərsi nə üçün dinləyirsiniz? Dərs dinləməkdə bir rəhbər olaraq dərsə mane olmağımız belə hüququmuz deyil. Dərs dinləyirik, müəllimin kurikulumuzu tətbiq etməyini, dərsində hansı metod üsullarından istifadə etməyini, digər müəllimlərə də örnək olsun, digər işçilərin içində iş fəaliyyətində üstün təşkil etsin. Ümumilikdə müəllimin dərs dinləmə fəaliyyətini dinləyirik. Dərsi dinləmək məqsəd yoxlamaq deyil, müəllimə dəstək olmaq. Bəli. Və dərs ərzində mane olmaq olmaz. Müəllimə fikrimiz varsa, qərarımız varsa, dərs dinlədikdən sonra fikir bildirməliyik. Dərsi dinləyirsiniz yalnız ona görə ki, müəllimə dəstək olmaq üçün. Müəllimdə hansı təlimləri yönəltmək lazımdır, müəllimdə hansı müsbət, hansı mənfi cəhətlər var, dərsi təşkil edə bilərmi? Yəni müəllimə dəstək olmaq üçün siz bu dərsi dinləyirsiniz. Müavin olaraq dərsi həftədə neçə dərs dinlənilməlidir? Həftədə maksimum 3 dərs elə bir xatırlayıram. Müavin olaraq həftədə 6 dərs, direktor olaraq 5-6 dərs. Belə deyək ki, direktor gündə 1 dərs, müavin isə gündə 1 və 2 dərs. 1 və ya 2 dərsi dinləməlidir. Amma direktor gündə 2 dərsi dinləməyi bu real vəziyyət deyil. Çünki direktorun tək dərs deyil, dərsi dinləyəndən sonra dərsi təhlil etmək lazımdır. Elə günün 3-4 saatını buna sərf eləsən, digər problemlər təbii ki, qalacaq. Ona görə direktor gündə 1 dərs, müavin 1 və yaxud da 2 dərs. Aydın oldu? Bəli. Aha, müəllimin planlaşması yoxdur. Siz dərsi dinləməməkdən imtina etməyinizə bu səbəb ola bilər ki, müəllimin planlaşması yoxdur. Xeyr, müəllimin planlaşdırma əlbəttə ki, tövsiyələr verməliyik, amma bu bizim dərs dinləməyimizə mane olmamalıdır. Ola bilər ki, müəllim evdə qoyubdur, ola bilər ki, həmin an göstərəcək xatırlamayıbdır, amma bu bizim dərs dinləməyimizə mane olacaq əsas faktorlardan deyil. Bəli, əsas faktorlardan deyil, amma sadəcə müəllimlə fərdi planlaşmanın müəllim üçün yol xəritə olduğunu onun diqqətinə çatdırmaq lazımdır. Qiymətləndirməni yaxşı öyrənin. Həm testdə, həm müsahibə mərhələsinə hazırlaşan müəllimlər. Yəni qiymətləndirmə bölməsi. Lamiyə müəllimə, istəyirsiniz mən danışanda siz mikrofon bağlayın? Hə, mən danışanda siz mikrofon bağlayın. Keçən dəfə dərsdə də, ödənişli qrupda dərsdə də sizdə də nəsə problem yarandınız mikrofonla. Onu görün, həll eləyə bilərsiniz.
Deməli, qiymətləndirmə bölməsi çox vacibdir. Qiymətləndirmə bölməsi Tam 2024 kitabında səhifə 100-dən sonra həmin o bölməni, ikinci bölmədir, onu öyrənin, yaxşı öyrənin. Həm müsahibədə çox sual verilir, həm də test mərhələsində bu bölmədən düşür. Qiymətləndirmənin növləri hansı, qiymətləndirmənin istiqamətləri hansılardır? Birinci istiqamətli sual verir. Hansı istiqamətli? Məktəb daxili qiymətləndirməni deyirsiniz dəqiq ki, müəllimə. İstiqamət Format. yox, o növləridir. O qiymətləndirmənin növləridir. Qiymətləndirmənin istiqaməti milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, bir də məktəb daxili qiymətləndirmə. Yəni milli beynəlxalq qiymətləndirmə. Beynəlxalq qiymətləndirmə ona görə keçirilir ki, istər mülklər arasında səviyyəni müəyyən etməyə, istərsə də bir ölkənin vətəndaşının digər ölkədə təhsil almaq üçün keçirilən qiymətləndirmədir ki, beynəlxalq qiymətləndirmə adlanır. Amma mən sizə mən sadəcə istiqamətləri soruşdum. Növləri bəs hansılardır? Növləri. Növləri məktəb daxili qiymətləndirmənin diaqnostik, formativ, summativ. Bəli, bunlar növləridir. Sizin məktəb hansı milli qiymətləndirmədə iştirak edib? Hansı milli qiymətləndirmədə iştirak edib? Milli qiymətləndirmədə yəni buraxılış imtahanları nəzərdə tutulur, elə müəllimə? 9 və 11-in buraxılış imtahanları. O yekun 4-ün monitor. O yekun attestasiyadır. Demin keçirdiyi yekun attestasiyadır. Milli qiymətləndirmə 4-cü sinif, 6-cı sinif. Hə, 4-6 monitor. Keçirilən qiymətləndirmədir. İşçinin işdən icazə almaq hüququ var. İşçinin işçidən icazə almaq hüququ var, bəli. Üzürlü və üzürsüz olaraq müəyyən səbəblərdən işdə iştirak eləməyə bilər. Bunu birini siz atmısınız ki, müasir dövrdə həm rəhbərin işinin belə deyək, rahat səmərəli getməyi üçün Əmək və Sosial Müdafiə Nazirliyinin Google-da səhifəsində daxil olaraq biz seçə bilərik iş, məşğulluq və əmək və məşğulluq hissəsində işçi və Müəllimə, siz indi direktor əvəzi işləyirsiniz. Orada əmas var. Əmas nədir? Əmək və məşğulluğun alt sistemi. Orada işə götürən və işçi arasında rəsmi yazışmalar var. Həmin o bölmədə deməli o xidməti icazə var. Xidməti icazəyə bəli, xeyr, yəni işə götürən icazə verib yoxsa verməyib. Həmin o düymə aktivdir, aktivləşir və yaxud da siz deaktiv edə bilərsiniz. O yenilikdir. Bu əmasda yenilikdir. Siz o yeniliyi sizdə işə götürən kimi əmasa daxil ola bilirsiniz də. Siz o yeniliyi görə bilirsiniz. Bizdə heç əmasla icazə alınmır. Mənə ancaq ərizə yazırlar. Ərizə yazmağına baxmayaraq düzdür, həmin qanundan həmin işçinin maaşı tutulmalıdır, əmr kitabında dərsdə olmalı, qeyd olunmalıdır. Hələ ki bizdə ərizədir. Lakin siz dünənlər atmısınız ki, belə bir şey də var. Bu yenidir. Mən yeni qruplara göndərdim. Əmasa daxil olub görən var o həmin o funksional düymə. Və orada qeyd etmişsiniz ki, eyni zamanda işçinin il ərzində işçidən icazə almaq limiti də vardır. Bu hətta yəni rəhbərdən işçinin üzrə qoymur ki, bu limiti aşmamaq lazımdır. Bəli, tamamilə doğrudur. Bir də işçi mütləq üzürlü səbəblə icazə ala bilər. Düzdür, məcəllədə yoxdur. İndi yəqin ki, bunu məcəlləyə də daxil edərlər. Mən onu bir-iki hüquqşünaslarla dəqiqləşdirib qrupa yazacağam ki, bu məcəllədə yoxdur ümumiyyətlə icazə. Məcəllədə nə var? Ödənişsiz məzuniyyət var. Bildiyim qədərilə sosial məsələləri həll etmək üçün siz o ödənişsiz məzuniyyətdən deməli istifadə edə bilərsiniz. Bir də bu hüquqi hissəsini hüquqşünaslar maraqlanıb sizə məlumat Mən bilən üzrlü səbəbinə əgər işdə olmursa, artıq biz intizam tənbihinə cəlb etmək lazımdır. Əgər işdə heç bir xəbərdarlıq eləməyibsə, istər şifahi, istər ərizə ilə yazılır. İlk öncə tənbihə getmirik də, xəbərdarlıq veririk, izahat alırıq, araşdırırıq. Bəli, izahat alırıq, nə üçün belə olduğu, bəli. Töhmətə qaçmır. Yaxşı, qrup qiymətləndirmənin hansı prinsipləri var? Dərsə qoşulmuş. Obyektivlik, şəffaflıq, belə mənim obyektivlik, şəffaflıq, Etibarlılıq, bir də uyğunluq. etibarlıq. Uyğunluq, validlik, etibarlılıq. Uyğunluq, hə. Uyğunluq o hesab olunur ki, istəyirsiniz də mən validlik uyğunluğu. Yo, başqa sual verəcəm. Uyğunluq yəni qiymətli nə mövzu keçmisənsə ona uyğun sən sual-cavab etməlisən uşaqlar. Keçmədiyin mövzuya sual-cavab etməli deyilsən. Bölmənin sonunda diaqnostik qiymətləndirmə apara bilərik. Bölmənin sonunda. Bəzən olur, bəli. Bəzən olur ki, bölmənin sonunda diaqnostik qiymətləndirmə aparmaq mümkündür. Bu diaqnostik qiymətləndirmə hesab olunmur. Nəyə görə? Bir dənə mikrofona nəzarət edin.
Deməli, amma bu diaqnostik qiymətləndirmə hesab olunmur. Nəyə görə? Bu şagirdlərin bölmənin əvvəlində və bölmənin sonunda nəticələri müqayisə etmə məqsədi ilə keçirilir. Aydın oldu? Diaqnostik qiymətləndirməni biz barometr rolu oynayır. Bunu deyə bilərik ki, barometr rolu oynayır. Bunu səhv deyərəm. Cavablandırsam. Burada yadınızda saxlayın, diaqnostik qiymətləndirmə barometr rolunu oynayır ki, nəyə görə barometr rolunu oynayır? Barometr ümumiyyətlə nədir? Təzyiqi ölçür də, düzdür? Bu diaqnostik qiymətləndirmə də səviyyəni ölçür. Şagirdlərin səviyyəsini ölçür və bu səviyyəyə uyğun biz dərsi nədir? Planlaşdırırıq. Yəni bizim dərsimizin effektiv planlaşdırılması üçün diaqnostik qiymətləndirmə deməli önəmlidir. Aydın oldu? Sonra diaqnostik qiymətləndirməni hansı üsullarla keçirə bilərsiniz? Şifahi keçirilə bilər, test üsulundan keçirilə bilər, ya açıq suallarla, kapalı suallarla. Bibö ilə keçirə bilərsiniz. Və Bibö də vardı, bəli. Bibö həm bilərsiniz. Nə bir cədvəl ola bilər, müzakirə ola bilər. Yəni sərbəst siz hansı üsulla istəyirsiniz? Amma məsələn idman müəllimidir ki, heç bunların heç birindən deyil, hərəkətdən kinestik şəkildə keçirir. Bəli, 3-2-1 üsulu ilə amma keçirdə bilmərsiniz. Çünki nəyə görə o dərsin mütləq sonunda keçirilməlidir. Aydın oldu? 3-2-1 üsulu formativdir. Bəli, oldu müəllimə. Çox sağ olun, var olun, Lamiyə müəllimə. Təşəkkür edirəm. Oxuyursunuz hə müəllimə? Başlamısınız? Keçən dəfəki sözüm yəqin ki, belədi. Müəllimə. Lamiyə müəlliməyə mən dedim, amma deməliydim. Çünki sizin potensialınız var. İstəmərəm ki, iş güc sizi geri qoysun da müəllimə. Müəllimə, biz adam ilk birdən-birə həyatını dəyişmişiksə, mən həyatımı dəyişmişiksə bilirəm. Yeni abu-hava, yeni stres, yeni alışqanlıq. Yeni də dünyaya gəlmisən, başqa bir ailədən. Bəli, ona görə müəyyən yorğunluqlar olur və sonra bir dənə gözəl bir söz lazımdır ki, səni silkələsin, ayağa qalxdırsın. Bəli. Gözəl sözdə mənim statusum. Statusda baxıb bəzi müəllimlər silkələnir. Oldular. Sağ olun, var olun. Sonra burada bir müəllim də var, əl qaldırmışdı, sonra görmədim. Buyurun, başqa kimdən sual cavab edin müəllimlər? Gözəl müəllimlər. Kimi sual cavab edin? Vaxt getməsin. Nərhat olmayın müəllimə, kömək olacam. Kömək müəllimə, siz istəyirsiniz? Kömək müəllimə istəyirsiniz? Cavab edin. Yaxşı, Gülkər müəllimə, buyurun, açın mikrofonu. Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyirli olsun. Necəsiz Ülkər müəllim? Sağ olun müəllimə, çox sağ olun. Siz necəsiz? Mən də yaxşıyam. Konstruktiv rəydən istəyirəm sual cavab edim. Çünki konstruktiv rəy çox önəmlidir bir rəhbər üçün. Həm bir fən müəllimi üçün, həm sinif rəhbəri üçün. Hər kəs üçün bu konstruktiv rəy önəmlidir. Konstruktiv rəyin hansı növlərini bilirsiniz? Konstruktiv rəy. Konstruktiv rəy. Bilirdim, amma yadımdan çıxartmışam. Görüm yadımdan salındı. Korreksiya edici, yəni düzəldir. Yəni bu zaman şagirdə doğru nədir, yanlış nədir, sözü düzgün. Məsələn, uşaq sözü düzgün tələffüz eləmir, onun düzgün formasını siz deyirsiniz. Siz burada nə etdiniz? Korreksiya edici elədiniz, düzdür? Riyaziyyat dərsində hansı bir şagirdi düstur unudur, müəllim ona dəstək olur. Yəni bu əlaqə korreksiya edicidir. Bəs motive edici əks əlaqə nədir? Motive edici əks əlaqə. Motive edici əks əlaqə. Motive edici əks əlaqə isə şagirdi emosional cəhətdən dəstəkləyir. Siz bir var emosional rəy vermək, bir də var emosional dəstəkləmək. Emosional rəy vermək doğru deyil. Nəyə görə? Məsələn, uşağın siz desəz ki, sən həmişə çalışqansan, afərin, sənin zəkan var, ona görə sən yaxşı cavab verirsən. Siz bunun artıq zəkasına qiymət verirsiniz də. Ola bilər zəkalı uşaq olsun, həmin gün dərsi oxumasın. Belə olur da biz həmin uşağa əlimiz gəlmir 3-ü yazmağa. Düzdür? 2-ni yazmağa. Bu emosional rəydir. Amma biz emosional rəy verməli deyilik. Şagird həmin dərsi oxumayıbsa və ya həmin dərsi yaxşı oxuyubsa, ona uyğun qiymət verməliyik. Bir də görürsünüz ki, 2 alan, 3 alan uşaq olur. Yaxşı dərsi danışır, biz ona əlimiz gəlmir 5 yazmağa.
Yaxşı çalışırsan. Bəli. Deyir ki, yox, sən həmişə 3 alırdın, indi məsələ 5 yaza bilmərəm. Bu da səhvdir. Düzdür? Bəli. Nəticəyə yox, prosesə yönəlməliyik. Belə əks əlaqə öyrənmə zamanı şagirdlərdə deməli özünə inam yaradır. Aydın oldu? Özünə inam yaradır. Bir də onu bilirəm ki, mənim konstruktiv rəng gələcəyə yönəlici olmalıdır. Bir də var idi. Bəli, gələcəyə yönəlik olmalıdır, inkişafa doğru olmalıdır. Konstruktiv rəyi biz daha çox hansı qiymətləndirmədə veririk? Konstruktiv rəyi. Formativdir. Bəli, formativ qiymətləndirmə ümumiyyətlə qiymətləndirmənin mərkəzində durur. Ən əsas qiymətləndirmədir və biz əsasən əks əlaqəni formativ qiymətləndirmədə veririk. Amma o demək deyil ki, diaqnostikdə, summativdə vermirik. Summativi biz yazdıq, bitirdik, düzdür? Sonradan biz onun nəticələrini yoxlayırıq. Şagirdə biz istiqamət veririk. Diaqnostik qiymətləndirmədə, düzdür, istiqamət veririk. Sonra konstruktiv rəy ilə də bağlı sual cavab etdim. Biraz da istəyirəm KSG-dən sual verək. Rəhbər işçilər KSG-də şagird iştirak etdi, etmədi. Bunu müəllimlər görəsən jurnala doğru yazırlar, yazmırlar. Bunu ətraflı bilməlidirlər. İndi mən buradan sizə bir sual verəcəm. Şagird bir var üzürlü səbəbdən KSG-də iştirak etmir, bir də var üzürsüz səbəbdən. Ekranı görürsüz? Ekranı. Bəli. Bəli. Siz mənə deyin görüm. Məndə gecikən müəllim var, daxil ola bilməyəcək. Dəqiqə müəlliməni qəbul edeyim. Ülkər müəllimə, dedik şagird qiymətləndirmədə üzürlü və yaxud da üzürsüz səbəbdən iştirak etməyə bilər, düzdür? Gəlin biz birinci niyə yazmır? Gəlin biz üzürlü səbəbə baxaq. Üzürlü. Tutalım ki, KSG qiymətləndirmə necə aparılır? Jurnalda. Elektron jurnalda da belədir də. Üzürlü səbəbdən yoxdur. Biz nə edirik? Şagird dərsdə gəlməyib. Bəli. Qiyməti necə yazacağıq? 0 yazacağıq, qayıb yazacağıq. Jurnalı necə işləyəcəyik? Üzürlüdür. Qayıb yazılır da mənim. Diaqonalla bölürük. Üzürlüdürsə, yadınızda saxlayın müəllimlər, biz diaqonalla bölürük. Əgər burada bir üzürsüz yazaq. Üzürsüz. Digital yerinə əyri yazıram mənimlə, üzürlü sayın. Üzürlüdürsə, biz nə edirik? Qayıb yazırıq. Həm bal yerinə, həm də hara? Qiymət yerinə. Bura bal yeridir də. Qiymət yeri, bəli. Sonra da hansı yerdə? Bəli. Qiymət yeri. Qayıb yazırıq, düzdür? Bu KSG-ni neçə gözləyirik ki, gəlmədi. Bu gün ayın 12-sidir, uşaq gəlmədi. 11-i. 10 gündür. Yox, KSG-ni nə qədər gözləyirsiniz müəllimə? 10 gün olur mənim, yoxsa 2 həftə. 10 gün gözləyirik müəllimlər. KSG-ni nə vaxta qədər gözləyirik? Növbəti KSG-yə qədər. Bəli, yadınızda saxlayın. Növbəti KSG-yə dək. Yadınızda saxlayın. Növbəti KSG-yə qədər gözləyirik. Uşaq gəlir, qiymətini yazırıq. Birdən növbəti KSG-də də uşaq gəlmədi. Gəldi, qiymətini yazırıq. Birdən növbəti KSG-yə də gəlmədi. Üzürlü, üzürsüz. Diyalodik Arif ne dersen? Növbəti KSG-də gəlib iştirak etmədi. Zaten. Yəni burada əgər uşaq üzürsüzdürsə 0 yazırıq. Qiymət yerinə də yazırıq. Bunu yadınızda saxlayın KSG-də. Üzürlüdə xanaya bölürük. 2 həftə KSG-yə qədər gözləyirik. Mikrofon nəzarət eləyin də, xahiş edirəm. Şimdi bilmən çıxardacaq. Vaxtım gedir axı mənimlə, xəbərdarlıq elədim. Deməli, Ülkər müəllimə, üzürlüdə nə edirik? Üzürlüdə. Qayıb yazılır, bal yerinə də KSG yerinə. Üzürsüzə isə birbaşa 0 qayıb yazılır. Növbəti KSG-yə qədər də gözləyirik. Bir də növbəti KSG-də də gəlib iştirak etmədi, yəni təkrar summativ qiymətləndirmədə. Üzürlüdürsə, yenə də qayıb yazılır. Ha? Üzürlü olarsa, yenə ikinci dəfə də gələndə qayıb yazılır.
Bal yerinə də, qiymət yerinə də. Əgər yenə gəlməyibsə, yenə qayıb yazırıq. Baxın, 4 dənə qayıb olur. 4 dənə qayıb olur. 4 dənə qayıb olur. Aydın oldu? 4 dənə qayıb olur. Samirə müəllimə Adısa uşaq sıfırını yazdırıq. Növbəti kesiqi bir ayda bir dəfədir. Bir ay heç gözləmir axı. Qiyməti. Üzürlü sayın. Üzürlü sayın müəllimlər. Bu sən başa düşdünüz müəllimlər? Növbəti KSG-yə qədər gözləyirik. Amma BSG-də isə biz nə qədər gözləyirik? 2 həftə gözləyirik. Yadınızda saxlayın. KSG-də növbəti KSG-də, BSG-də isə biz cəmi 2 həftə gözləyirik. Bu hissəni kim başa düşmədi müəllimlər? Buyurun, deyə bilərsiniz. Bu oldu KSG-nin yazılması. İndi BSG-nin yazılmasına gedək müəllimlər. BSG. Bəs BSG-də necə olur? BSG-də. Müəllim, Samirə müəllimə, bir dəqiqə o 2 dəfə əgər təkrar iştirak eləmirsə KSG-də, onda necə olur nəticəsi? Qayıb yazılır da. Qayıb. Üzürlü olarsa qayıb, üzürsüzsə. Təkrar summativdə iştirak eləmirsə, əgər qayıb yazılır. Yəni fərqi yoxdur da, üzürlü ya üzürsüz. Onda da fərqi yoxdur. Üzürlü oldu, üzürsüz oldu, yenə qayıb yazırıq. Altında qayıb yazırıq. Aydın yəni təkrar kiçik summativ qiymətləndirmə iştirak etmə jurnalda sürətlərində qayıb yazırıq, məxrəclərində də qayıb yazırıq. Təkrarında. Sonra indi BSG-də necədir müəllimlər? BSG-də də eyni qayda ilədir. Burada bir dənə incə məqam var. Yenə BSG-də də üzürlü, bir də üzürsüz var. Üzürsüzdə hər ikisində eynidir. Hər ikisində də müəllimlər yadınızda saxlayın. Üzürsüzdə 0 və qayıb yazırıq. KSG-də də, BSG-də də. Amma burada üzürlüdə isə müəllimlər, üzürlüdə. Əgər üzürlüdürsə biz nə yazacağıq? Böyük summativ qiymətləndirmədə. Hə? Yenə qayıb əvvəl. Yenə də hər ikisinin sürətində yenə qayıb yazılır. Yenə hər ikisinin sürətində, bəli. Yəni üzürlüdə hər ikisində də nə yazılır? Qayıb yazılır. Bəli. Biz bunu nə qədər gözləyirik? 2 həftə. Bəli, 2 həftə gözləyirik, amma 2 həftədən sonra gəlməyəndə artıq BSG-də 0 yazırıq. Baxın 0. Bu qiymət olan yerə də qayıb yazırıq. KSG-də 4 dənə qayıbı düzürük, bunu belə yadda saxla. Amma BSG-də isə məxrəcdə 0 qayıb yazırıq. Aydın oldu? Bəli. İndi siz bunu müəllimlər daha dəqiq, daha diqqətli oxumaq istəyirsinizsə, Time 2024-də 112-ci səhifədədir. 2023-də bilmirəm, orada səhifəsinə baxarsınız, 3-4 səhifə fərq edir. Amma 2024-ün kitabında səhifə 112. Bunu həm bir müəllim kimi hər birimiz bilməliyik ki, şagirdlərin elektron jurnaldır, sonra sinif jurnalıdır, regionlarda hələ elektron jurnal yoxdur, sinif jurnaldır. Jurnalı eyni qaydada işləyirsiniz. Elektron jurnalda sadəcə elektron qaydada işləyirsiniz. Hər birimiz bilməliyik. Bir də müəllim jurnal səhv yazanda biz rəhbər işçilər onların o səhvini düzəltməliyik. İndi necə düzəltməliyik? Təbii ki, müəllim əgər səhv yazıbsa, elektron jurnalda hələ geri dönüş etmək olur. Amma sinif jurnalında artıq yazıldısa, biz onu düzəliş edəndə sinif jurnalı dövlət sənədidir. Biz o dövlət sənədi əgər səhv ediriksə, müəllim əgər çox səhv edibsə, müəllimə töhmət düşür. Yox, əgər müəllim tutan mövzuda səhv edibsə, onda biz ona xəbərdarlıq veririk. Amma qiymət düzəlişində müəllim səhv edibsə, müəllimə birbaşa töhmət düşür. Çünki qiymət səhvi siz qiymətləri səhv yazsanız, şagird məzun sisteminə sinif rəhbərləri qiyməti səhv köçürdəcək. Şagird məzununa köçürülən o səhv qiymətləndirmədə müəllimlər, sonra şagirdin attestat qiymətinə yazılır. Attestatda bilirsiniz də hansı qiymətlər yazılır? 8 və 9-cu siniflərin, məsələn 9 sinifin, o 9 il attestatda şagirdin 8 və 9-cu sinifin illik qiymətləri toplanılır, bölünür 2-yə. Tutalım, şagird 8-ci sinifdə 60 bal alıb, 9-cu sinifdə tutalım Azərbaycan dilindən 70 bal alıb, onun attestatına 70 yazılmayacaq ki, 8 ilə 9 toplanılacaq, bölünəcək 2-yə. 130 bölünsün 2. Aydın oldu? Baxın, bu qiymət düşür. 65 düşür. Nə 60 yazır, nə 70, 65 yazır. Ona görə qiymətləndirmədə diqqətli olun, nə jurnalı, nə də ki, elektron jurnalı, nə də elektron jurnalını səhv yazmır. Heç nə mən də. Selam. Nə olub?
müəllimə, indi keçin başqa. Bəs pedaqoq şuranın qərarı ilə məktəbdə hansı qiymətləndirmə aparıla bilər? Məsələn, biz bilirik ki, buraxılış siniflərində uşaqlar BSG-ni yazırlar. Yəni bütün fənlər üzrə BSG-lər keçirilir buraxılış siniflərdə. Amma 5, 6, 7, 8-lərdə isə yalnız KSG-lər keçirilir. Düzdür müəllimə? KSG-lər keçirilir. Orada BSG-lər ancaq KSG-lər ancaq buraxılış fənləri üzrədir. Bəs digər məsələn tutam 7-ci sinifdə fizikadan KSG uşaqlar yaza bilər. KSG yox, üzr istəyirəm, BSG. BSG-də yazırıq. KSG onsuz da bütün siniflərdə yazılır. Bir dənə 1-ci sinifdən başqa. Bir dənə 1-ci sinifdən başqa 2-dən düz 11-ci sinifə qədər bütün fənlər üzrə biz KSG yazırıq. Amma BSG-ni isə buraxılış siniflərinə. BSG-ni isə biz 4-dür, 9-dur, bütün fənlərdə yazırıq. 11-də 11-də 4, 9, 11-də bütün fənlər üzrə yazırıq. Amma o tutam 2, 3-dür. 2, 3-də BSG yoxdur, ancaq 4-dədir BSG. Sonra 5, 6, 7, 8-də yalnız buraxılış fənlərdən BSG yazırıq. Düzdür? Məsələn 5-ci sinifdə Azərbaycan riyaziyyat BSG yazırıq. Tutalım ki, 8-ci sinifdə fizikadan BSG yazdıra bilərik uşağa biz. Məncə yox mənim. Yazdıra bilərik. Pedaqoq şuranın qərarına əsasən yazdıra bilərik. Yadınızda saxlayın. Pedaqoq şuranın qərarına əsasən biz 3 dənə fəndən BSG yazdıra bilərik. 3 dənə fəndən biz BSG yazdıra bilərik. Əgər pedaqoq şura qərar qəbul eləsə, biz yazdıra bilərik. Yəni ali dərlətmə orqanıdır da, ona görə orada varsa, Bəli. Mənim 3 fən deyəndə ki, az dili, ingilis dili, riyaziyyatdan yazılır da BSG 8-ci sinifdə. 8-ci sinifdə. 8 yox. 8-də yazılmır. 8-ci sinifdə Azərbaycan dilindən də, ingilis dilindən də, riyaziyyatdan da BSG yazılır. Yazılır da. Biz həmin 3 fəndən başqa digərlərindən pedaqoq şuranın qərarı ilə yaza bilər. Digər başqa 3 fənd olaraq. Bəli, tamamilə doğrudur. Biz ancaq 3 fəndən yazdırırıq da uşaqlara BSG-ni, o aralıq siniflərdə 5-də, 6, 7, 8-də. Amma fizikadan biz BSG yazdırmaq istəsək, direktor pedaqoq şurada müzakirəyə çıxardacaq. O pedaqoq şuranın qərarına əsasən biz maksimum 3 fəndən əlavə olaraq 3 fəndən BSG yazdıra bilərik. Məsəl üçün 8A sinifində həm fizika, həm kimya, həm biologiyadan BSG yazdıra bilərik. Əgər pedaqoq şura qərar veribsə. BSG-yə biz maksimum neçə dəqiqə vaxt sərf edə bilərik? Müəllimə, BSG-yə maksimum neçə dəqiqə vaxt sərf edə bilərik? 2-45 dəqiqə. Bəli, tamamilə doğrudur. BSG-yə 45, bir də 90. Yəni biz istəsək 1:45 dəqiqədə, istəsək 90 dəqiqədə. Amma ibtidai sinifdə yox, yalnız yuxarı siniflərdə. Amma ibtidaidə 45 dəqiqə, yuxarı siniflərdə isə 2:45 dəqiqə vaxt sərf edə bilərik. Biz ibtidai sinifdə 2:45 dəqiqə vaxt sərf edə bilmərik BSG-yə. Amma KSG istər yuxarı olsun, istər aşağı sinif olsun, fərqi yoxdur. Biz KSG-ni ancaq 1:45 dəqiqəyə keçirməliyik. Yəni biz KSG-yə görə 2-dən 45 dəqiqə ayırmaq bu proqrama uyğun deyil. Amma 2:45 dəqiqəni yuxarı siniflərdə BSG-yə ayıra bilərik. Mənə sual sayının fərqi yoxdur orada. Harda? BSG-də 2:45 dəqiqə ayırırıq dedikdə biz onu. Ayıra bilərsiniz. Ayıra bilərsiniz. Yəni sual sayının fərqi yoxdur. Orada məsələn 10 sual da qoysaq 2:45 dəqiqə ayırırıq. 20 sual, 25 sual da qoysaq. Müəllimə, istənilən suala gəlin məntiqlə cavab verək də. O 10 dənə sual nə sualdır ki, ona 2:45 dəqiqə vaxt ayırarıq? O təbii ki, 10 dənə suala 1:45 dəqiqə bəsdir. Neyəcək uşaq? Müəllimə, bunu biz ancaq jurnalın səhifəsinə 2 dəfə təkrarın BSG yaza bilmərik də. Jurnala yazmırıq ki, daha BSG. Sinif jurnalına yazmırsınız. Elektron jurnalda var, elektron jurnalda, amma sinif jurnalına yazmırıq. Sinif jurnalına çünki nəyə görə BSG-lər dərsdən kənar vaxtda təşkil olunur. Sizin proqramınıza əsasən yox, məktəbin rəhbərliyinin proqramına əsasən təşkil olunur. Müəllimə, biz onun qiymətlərini jurnalın arxasında qiymətləndirmə var. Orada yazırıq BSG-ni. Bəli, orada yazırsınız. BSG-nin qiymətlərini orada yazılır. Orada yazırsınız BSG-nin qiymətləndirməni, amma bu jurnalın əvvəlindəki o proqram hissəsi var, orada yazılır. Mövzular olan. Bəli, oraya yazılır. Ümumiyyətlə biz əvvəlində heç daha artıq yazmırıq. Hamısını arxaya, KSG-ləri də arxada yazırıq, BSG-ni də. Bəli, hamısını arxaya yazırsınız. Amma jurnalın əvvəlində o proqram hissəsi ki var ha, ora tarix olaraq BSG-ni yazmırsınız siz.
Bəli, KSG-ni yazırıq, amma BSG-ni yox. Çünki BSG-ni biz keçirmirik də, onu rəhbərlik keçirdi. Bəli, bəli. Ona görə ancaq arxasına qiymətləndirmə yerinə yazırıq onu. Qiymətləndirmə hissəsinə yazılmalıdır da. Çünki bəs uşaqların qiymətlərinə uyğun siz axı illik çıxardacaqsınız. O qiymətlərə uyğun. Aydın oldu. Hə, müəllim. Düz başa düşdüm. Mövzu hissəsini BSG yazılmayacaq. Amma KSG yazılacaq. Bəli, bəli. KSG yazılır, BSG yazılır. KSG Amma bugünə kimi biz yazmışıq, bizim məktəbdə yazıblar. Deməli olmazmış. bir çoxları yazır müəllimə. O hələ konkret təlimat yoxdur. Ona görə metodistlərin bəziləri tövsiyə edir, bəziləri tövsiyə etmir. Yəni bu ümumiyyətlə qiymətləndirmə ilə bağlı konkret bir təlimat gəlsə məktəblərə, rəhbərlər öz işlərini daha dəqiq o sənədə əsasən həyata keçirərlər. Bu qiymətləndirmədə boşluq çoxdur. Amma müəllimə, biz onu dərs vaxtı onu tətbiq eləmirik axı. Ona görə o proqram olan hissəsinə yazmamalıyıq da əslində. Bəli, bəli. Keçən üzərinə düşmüşlər ki, yazmırıq. Bəs tarix ayrılır. Tarix ayırmırsınız da siz. Tarixi rəhbərliyi ayırır. Jurnalın arxasında tarixi yazırsınız. Əvvəlində yazmırsınız. Jurnalın əvvəlində tarixi yazmırsınız. Aydın oldu. Belə, qiymətləndirmə ilə bağlı biraz sual-cavab etdik müəllimlər. İndi istəyirəm ki... Müəllimə, bir sual vermək olar. Bu, indi ödəniş qrupda hamı üçün dərsdir bu. Bəli, bəli. Aytə müəllim, siz ödənişli qrupdasınız? Bəli. Hə, mən sizi oktyabr qrupuna əlavə edəcəm. Çünki bu qrupu dekabrın 1-nə qədər yığacam. Bu dəqiqə müəllimlər müsahibəyə hazırlaşır. Mavilərə hazırlaşan azdır da. Mən onu dekabrın 1-nə qədər yığacam. Sizin bir dənə dərsdən sonra mənə yazın. Mənim indi mavilər üçün oktyabr qrupum var. Sizi oraya əlavə edəcəm. Yaxşı müəllimə? Yəni mən görürəm ki, belə öyrənə bilirəm müəllimə. Oxumaqdansa belə məlumatı yaxşı toplayıram, bir qulaq asanda. Sizi o qrupa əlavə edəcəm. Yazırsınız mənə, öyrənir. Sizi əlavə edəcəm ora. Sonra gəl indi əsas problem nədir? Sinfin idarə edilməsi, müəllim-şagird münasibəti. Baxın müəllimlər, bu hissələrdə çox vacibdir, aktual bir hissələrdir. Həm mavilərin test mərhələsində bu hissədən, situasiyadan düşür. Bir də ki, müsahibədə elə demək olar ki, situativ suallar buradan düşür. Ülkər müəllimə, sual-cavab edərsiniz, davam eləyərmi sizlə? Hə, sinfin idarə edilməsi ilə bağlı. Buyurun müəllimə, sual verin, görək bilirəm, yoxsa yox. Bilərsiniz inşallah. Sinfin idarə edilməsi mexanizmləri və strategiyalar. Bu strategiyalara biz həm də buzqıran deyirik. Buz nə deməkdir? Yəni o münasibətlərin əridilməsi, münasibətlərin yoluna düşməsi. Baxın müəllimə, bunun üçün qaydalar, prosedurlar lazımdır. Sinifdə bir qayda, bir prosedur lazımdır. Əgər o sinif idarə edilməz vəziyyətdədirsə, bax bir də görürsüz müəllim uşağı küncə qoyur, xüsusən ibtidai sinifdə. Nə bilim, bir ayağı qaldır, küncdə qal və yaxud da dur kitabı 1:45 dəqiqə, dəftər kitabı 1:45 dəqiqə ayaq üstə yaz. Bilirsiniz nə deməkdir? Bu, müəllimin özünü gülünc vəziyyətdə qoymaq deməkdir. Deməli, sən dərsini idarə edə bilmirsən. Şəxsən mən bunu bir pedaqoqa yaraşdırıram, amma çox təəssüf ki, belə müəllimlər var. Əgər o valideyn nazirliyə şikayət eləsə ki, mənim uşağımı müəllim deməli, küncə qoyub və yaxud da 1:45 dəqiqə ayaq üstə saxlayıb. Şəxsən mən elə bir şagird tanıyıram ki, 1:45 dəqiqə ayaq üstə qaldığına görə başı hərlənib yıxılıb yerə. Uşaqdır da, adam özü bir yerdə nə qədər dayansın. Ona görə ehtiyatlı olmaq lazımdır. Sinifdə o proaktiv müəllim deyil də. Əlbəttə, əlbəttə. Çünki inanın ki, valla necə sinif olursa olsun, əgər müəllim yaxşı dərs keçə bilmirsə, lap sinifdə 10 nəfər, 15 nəfər olsun, yenə uşaqlar səs alacaq. Elə siniflər 30-35 nəfər olur, müəllim o qədər gözəl dərs keçir, uşaqlar bax belə baxır. Uşaqlar necə baxır ki, gözlərini bərəldir, maraqlı gəlir də. Düzdür müəllimlər? Bəli, sinifin, yəni uşaqların bütün maraq tərzini, elə motivasiyanı, yəni ilk mərhələdə motivasiyanı elə ələ almalıdır ki, müəllim, bütün uşaqlar dərsə fokuslanmalıdır. Yəni idarə olunmasında da ki, müəllimin proaktiv müəllim olması üçün ilk növbədə gözləntiləri olmalıdır. Sonra prosedur, sonra qaydaları olmalıdır ki, uşaqlar yəni həmin onlara əməl etməyə vərdiş etsinlər. Bəli, proaktiv yanaşmalıdır ki, elə gəlin siz əgər o hissədən sual versinizsə daha ətraflı danışaq. Planlı müəllim. Odur ki, planlıdır. Əvvəldən planlıdır, Effektiv münasibət qurur, problem yaranan kimi o problemi həll edə bilir. Amma reaktiv müəllim odur ki,
Yəni Plansız, heç bir planı yoxdur. da, yəni qışqırır, bağırır. Mənim qızıma bir dənə müəllimə dərs deyir. Hər dəfə o dərsdən sonra belə deyir, "Ana, mən onun dərsinə girmək istəmirəm." Deyirəm, "Niyə?" Elə ancaq qışqırır müəllimə, oğlanların üstünə qışqırır. Başım gedir deyir səsdən. Deyir, "İstəmirəm mən deyir o dərsi, heç nə başa düşmürəm, heç nə eşitmirəm. Müəllim dərs keçə bilmir. Uşaqların üstünə elə ancaq qışqırır." Bax görürsüz, uşaqlar yaxşı dərs nədir, pis dərs necədir, onu hamımızdan yaxşı bilirlər. Əgər uşaq öyrənib evə gəlirsə, deməli müəllim yaxşı dərs keçib. Yaxşı müəllimə, danışan Aytən müəllimədir, amma mən desən Ülkər müəllimə ilə danışırdım. Bəli, müəllimə. Ülkər müəllimə, bir iki dənə sual verim sizlə sağollaşım. Siz ümumiyyətlə hansı qaydaları tətbiq edirsiniz? Ümumiyyətlə məktəbə yeni qaydalar gəlib də, nizam-intizam qaydaları. Siz hansı qaydaları tətbiq edirsiniz? Və yaxud da hansı qaydalar olsaydı daha məktəb nizam-intizamlı olardı, sinfiniz daha nizam-intizamlı olardı? Müəllimə. Bir dəqiqə yadıma düşmür heç nə. Tətbiq eləmirsiniz. İntizam qaydaları haqqında danışa bilərəm, Samira xanım? Bəli, könül müəllimə danışın. Demək, intizam qaydaları gəldi məktəblərə. Əvvəl keçən ildən deməli pilot layihə olaraq tətbiq olunurdu bəzi məktəblərə, lakin bu il məlumat daxil oldu və biz deməli orada 5 və 7 nəfərdən ibarət intizam komissiyası yaradıldı və o intizam komissiyasına yəni bir valideyn olmalıdır, rəhbər şəxslərdən olmalıdır, uşaq birliyi rəhbəri, təşkilatçı və müəllimlərdən ibarət intizam komissiyası yaradılır və bir nəfər sədr seçildi və bu komissiyaya məsələn bilirik də hər bir məktəbdə var davranış pozuntusu olan şagirdlər haqqında. Burada deməli kartların tətbiqi var, yaşıl, qırmızı, sarı kartların tətbiqi var və onlar üçün görüləcək korreksiya edici tədbirlərə daxildir də deməli bu kartların verilməsi. Bu kartlara əgər valideynin məsələn qırmızı kart almış şagirdin valideyni bu karta narazılığını bildirərsə, o zaman müraciət edir və deməli belə deyək də sanki apellyasiya müraciət edirmiş kimi və yenidən baxılır bu məsələyə yenidən baxılır. Və ümid edirik ki, yəni biz özümüz məktəb olaraq bu kartların tətbiqi nə isə verəcək bizə. Düzdür, məsələn, müəllimlərin yenilik kimi. Məsələn, o qaydalar tətbiq olunub məktəblərə pilot layihə kimi göndərilir. Amma bu qaydaların bir sərt tərəfi də olmalıdır. Məsələn, neçə kartdan sonra uşağın KSG balından silinsin. BSG balından. Bəli. O daha yaxşı olur. Məsələn, müəllimləri maraqlandıran bəli. Futbolda necədir? Qırmızı kartı aldı, oyundan çıxarılır. Və yaxud da nəsə bir etik davranışı qaydalara riayət eləmədilər. Bir sezon o futbolda iştirak edə bilməz həmin futbolçu. Hakimə o daha təsir edicidir də. Onlar daha təsir edicidir. Bizdə məsələn təsir olmalıdır. Bu kartı müəllimlərin verdiyi sual bu olur ki, yaxşı bunu verdik biz. Özdə virtualdır axı bu kartlar bilirsiniz də. Yəni deyir ki, virtual kartlar verilsin. Yaxşı bu uşağa nə təsir göstərir? Hə, mənə kart verildi. Nə olsun? Nə dəyişəcək? Özdə maraqlısı və pis cəhəti, pis deməyək də belə, yəni arzu olunmayan tərəf odur ki, 1 il qüvvədə qalır və şəxsi işə yazılır. Amma bəli, 1 ildən sonra yəni o uşaq, məsələn biz bu il bizdə elə uşaqlar var ki, məsələn 9-cu sinifdədirlər, düzdürmü? Biz onu tətbiq edirik. Hə, ümid edirik ki, yəni o uşaqların yenidən 10-cu siniflərə şagird qəbulu zamanı biz bunu əlimizdə əsas tutacağıq və bəli, nəzərə alacağıq. Amma başqa, yəni hətta inanın ki, əvvəl heç kart olmayan dövrdə də elə kəskin, yəni hamının narazılığına səbəb olan elə şagirdlər var idi ki, yəni biz valideyninin israrlı tələblərinə uyğun olaraq, yəni o şagirdlər yenidən 10-cu sinifə qəbul olurdu və biz o şagirdlərlə dözürdük, 9, 10, 11, o şagirdlər məktəbi, yəni 11-ə qədər davam edirdilər. Çünki valideyndir, yəni son olaraq deyir ki, mənim ovladım oxumalıdır, axı nə üçün? Yəni çünki axı belə kəskin tələblər də qoyulmur axı o şagirdlərin. Burada gəlin sizə hüquqi cəhətdə izah edeyim. Niyə dözürük? Dözməli deyilik. Sadəcə biz başımızı ağırtmaq istəmirik. Yəni günah biz müəllimlərdədir. Məsələn, uşaqdan lap 0 balda gedib dimdən alsa, buraxılışdan. Biz onu 10-cu sinifə götürməmək kimi ixtiyarımız yoxdur. Götürməliyik. Çünki uşaq təhsilini davam eləməli. Amma bizim nə ixtiyarımız var? Uşaq tutalım ki, 10-cu sinifə gəlir. Məsələn, sizin ixtisasınız nədir? İxtisasınız. İbtidai.
İndi sizə İbtidai. deyəndə tam ki bir tarix müəllimi. Uşaq bunun dərsini oxumur. Oxumur, KSG-nə yazmır. Sən niyə onu 31 yazıb keçirdirsən ki? Elə ikisini Bəli. yaz, onda avtomatik onun 4 dənə fəndən ikisi olanda o yuxarı sinifə keçməyəcək. Bunu sadəcə Bəli, o- öyrənmirik. bəli, Başqa bəli, bəli. yolları, sonra deyirik valideynlər belə, valideynlər elə. Qanuni cəhətdən bunun yolu budur. Bir direktorumuz Bəli. var idi, yeni təyinat almışdı. Dedi ki, bəs bir valideyn var, uşağı gedib 28 bal toplayıb ümumi Azərbaycan riyaziyyat ingiliscə. Mən deyir onu 10-cu sinifə necə götürüm? Deyir məni nazirliyə şikayət edəcək. Dedim hə, şikayət edəcəksə siz haqsız olacaqsınız. Çünki bizim elə bir qanun, elə bir təlimat yoxdur ki, biz onu məktəbə götürə bilməyək. Bəli. Götür, ondan sonra sən artıq müəllimlərə çox ciddi tapşır. Oxumursan mütləq onun sıfırını yazacaq və o 10-cu sinifdə təkrar qalacaq. 11-ə keçə bilməyəcək. Bir də Samira xanım, məsələn, davamiyyətlə də 10-cu sinifdə davamiyyətlə də iş görə bilirik. Məsələn, əgər o şagird üzürsüz səbəbdə 5 dərsdən artıq dərs buraxırsa, 5 gün deməyək, belə hətta 2 həftə ardıcıl dərs buraxırsa, biz yəni nə edirik? Attestatını veririk və o şagirdi uzaqlaşdırırıq. Yəni 10-cu sinifdə uzaqlaşdırmaq daha rahat olur. O siz hansı qanuna əsasən edirsiniz ki, müəllim elə qanun? Çünki gəlmir də, uşaq məktəbə gəlmirsə, üzürsüz səbəblə, bu o deməkdir ki, yəni bu uşaq təhsilini davam etdirmək istəmir də. Çox da ki, yay ərzində oxumaq istəyirdi, amma sentyabr ayında gəldi, məsələn, oktyabr ayı gəlmirsə, o uşaq nə üçün deməli ki, oxumaq istəmir də. Biz o zaman valideyni çağırırıq. Adını yazdırıb. Bəli, bəli. 15-dən tutalım ki, o sentyabr 15-dən 2 həftə gəlməyib, oktyabr 15-nə qədər gəlmirsə, biz o sistemdən çıxardarıq. Amma uşaq sentyabrda 3 gün gəlib, oktyabrda 5 gün gəlib, 10 gün gəlmib, biz onu çıxarda bilmirik. Yox, davamlı gəlməmək deyil. Davamlı gəlməmək. O ünbirə düşdüsə, biz onu ilin sonuna qədər deməli davam etdirməliyik. Sonra biz onu bilik qiymətləndirilməyən kimi o zaman biz çıxarda bilərik. Aydın oldu. Bəli. Belə, Könül müəlliməm, indi burada nə sual verim? Demək, qayda prosedurlardan danışdıq. Mütləq qaydalar olmalıdır. Biz ilin əvvəlində şagirdlərə elan olunmalıdır. Qaydalar daha yaxşı olar ki, şagirdlərlə bir yerdə tərtib olunsun ki, onlar həmin qaydaları pozmayacaqlar. Yəni, insan özü qayda yaradıbsa, təbii ki, onu pozmayacaq, ona əməl etməyə çalışacaq. Bir də gözləntilərimiz, bizim gözləntilərimiz müsbət olmalıdır. Ay, bu uşaqlar oxuyan deyil, bundan adam olmayıb, olmayacaq bu sinifdən görür. Yəni, olanda bu nəinki sinif mühitində, bu elə ailədə də elədir, iş yoldaşlarına. Yəni, gözlənti mənfi olanda inan ki, elə mənfi şeylər yaranacaq. Yəni, çalışmaq lazımdır ki, gözləntilərimiz müsbət olsun və qarşı tərəfə biz özümüz münasibətimiz pozitiv olsun. Nəyə görə müəllimə? Bu ilk öncə bizim özümüzə xeyridir. Çünki biz nə qədər mənfi enerji versək qarşı tərəfə, tutam ki, qarşı tərəfdə insandan xoşumuz gəlmir, düzdür? Hər gün biz onu görmək məcburiyyətindəyik də. Məsələn, biz beynimizdə desək ki, ay bu insandan xoşum gəlmir, bu insanla görmək istəmirəm, amma məcbursan da tutam ki, iş yoldaşındır. Amma sən beynində biz ona mənfi enerji ötürdükcə müəllimlər sevmədiyimiz bir adamdır da, bu bizdən asılı olmayaraq da bizdən enerji gedir. O enerji, mənfi enerji də olsa gedir və o bizi tükədir. Sonradan görürük ki, biz artıq, necə deyim, tamamilə gücümüz, qüvvəmiz nədir, itir. Ona görə çalışmalıyıq ki, qarşımızdakı insanı bağışlamağa bacaraq. Bağışlamaq o deməkdir ki, barışırıq. Sadəcə biz onu bağışlayırıq və olduğu kimi davam edirik. Nə qədər mənfi enerji olsa, sanın ki, onun insan özündən başqa heç kimə ziyanı yoxdur. Gözləntilərimiz müsbət olmalıdır. Sonra sinif iclaslarından danışmaq istəyirəm. Sinif iclasları bir və valideyn iclasları, bir də şagirdlərlə olan iclas və hətta sinif təşkilat saatlarını deyirsiniz, Samira xanım? Sinif təşkilat saatları da olar. Sinif təşkilat saatları o sinif iclasları deyil də, müəllim. O siz o təşkilat, məsələn, hər hansı bir problem yaranıb, siz həmən növbədən kənar bir iclas keçirdə bilərsiniz. İclas keçirdirsiniz və hətta o iclasda siz özünüz olmaya da bilərsiniz. Şagird çalışır, siz nəzarət edirsiniz, amma iclasda təşkil edirsiniz ki, o şagirdlər özləri o problemi həll edəsin. Amma nəzarət edirsiniz. Təbii ki, nəzarətsiz olmaz. Uşaqlar özləri də bunu nəzarət edə bilərlər. Onlayn valideyn iclası keçirdə bilərsiniz, müəllimə. Onlayn valideyn iclası. Yoxsa da mütləq əyani olmalıdır valideyn iclası. Onlayn da keçirilməyə bilər, onlayn da ola bilər. Onlayn indi müasir dövrdür də. Prezidentlər onlayn görüş keçirilir. Valideyn iclası niyə nədir? Əyani olmalıdır. Hə, əyani olmalıdır.
Əgər Bəli. yoxsa mütləq, yəni bir də onlayn da olar. Həm də indi bütün valideynlər işləyir. Ana da işləyir, ata da işləyir. Mümkün deyil də o 5 gün ərzində tutalım işdən hər dəfə icazə alsın, gəlsin iclasa. Onlayn valideyn iclası keçirməsi daha məqsədə uyğundur. Bu zaman bütün valideynlər iclasda iştirak edə biləcək. Amma valideyn iclasını məsələn mən sizə London təhsilindən orada valideyn iclasını ümumi keçirtmirlər. Mənim bir yaxın rəfiqəm var, orada övladı, 3 övladı var, orada London məktəblərində oxuyur. O deyir ki, burada ümumi iclas keçirtmək belə anlayış qətiyyən yoxdur, qadağandır. Nəyə görə? Çünki uşağın problemini sənin uşağın valideynindən başqa heç kim eşitməli deyil. İstər uğuru olsun, istər mənfi cəhəti olsun, vaxt ayırırlar. Randevu deyil, onu qabaqcadan valideynlərə ayırırlar. Hər valideynə 15 dəqiqə, 20 dəqiqə. Tez ona problemləri, hər bir şey deyirlər. 15 dəqiqədən sonra o biri valideyn. Yəni orada ümumi iclas deyə anlayış bir şey yoxdur. Əslində doğrudur. Ki nəyə görə axı bütün mənim uşağımın problemləri digər valideynlər arasında həll olunmalıdır. Aydın oldu. Onlayn iclaslar keçirdə bilərsiniz. Sonra kurikulum bitməz, tükənməz müəllimə. Kurikulumla bağlı yenilikləri hardan öyrənirsiniz? Yenilikləri. Hardan öyrənirsiniz müəllimlər? Siz hara məsləhət bilirsiniz Samira xanım? Hardan öyrənək? Baxın. Bu gün sabahın alimlər müsabiqəsi başlayıb. ART-nin səhifəsini izləyin müəllimlər. Baxın sabahın alimləri. Yəqin məktəblərə hələ göndərilib. Məktəblərə sabahın Bizdə məktəblərə hələ ki yaradıcı müəllim gəlmişdi. Aha. Yox sabahın Amma sabahın alimləri hələ gəlməyib, yoxdur. Yox, sabahın ART-nin səhifəsində baxın gördüm. Sabahın alimləri müsabiqəsi üstə 5. Yəni biz qeydiyyatdan keçmişik, bizim məktəb keçib qeydiyyatdan. Biz demək olar hər il sabahın alimləri müsabiqəsində iştirak edir bizim şagirdlər. 7 dəfə arxa-arxaya 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri olublar. Bu ildə qeydiyyatdan keçmişik. Hələ 1-ci mərhələ başlamayıbdı dekabr ayında. Deyil, 6 dekabra qədər sənəd qəbuludur. Sənəd qəbulundan keçiblər uşaqlarımız. Sonra bil bacardı. Bax, ART-in səhifəsində ən son bu sabahın alimləri bizim məktəbə niyə göndərməyiblər? Mən görməmişəm. Mən həmişə 18 noyabrın 18-nə qədər Rufalda qeydiyyat var. İndi Bahircə qeydiyyat gedir 5 noyabrın 5-dən. Bəli, uşaqlar məndə 18-dən kimi bu məktəbimizdə bizim qeydiyyat gedir. Rufolun qeydiyyatı var. Baxın, burada dünya təcrübəsində müəllim peşə standartları. Burada yaxşı məqalələr olur müəllimlər. ART-nin səhifəsində. Sonra milli və beynəlxalq olimpiadalara bağlı ən çox verilən suallar, cavablar. ART-ın səhifəsini ümumiyyətlə mən hər zaman izləyirəm, ən son yenilikləri. Bax, 4-cü, 6-cı siniflərdə matematika keçib, onun təhlilidir. Bax, bura... Bunu hansı Google-da girdiniz? Hansı səhifə? ART? ART Edu-Az. ART. Tədris resursları mərkəzi var burada. Instagramda da izləmək olur. Instagramda da izləmək olur. Instagramda daha yaxşıdır. Burada bir dəqiqə. Belə. Beynəlxalq təhsil icma, elmi əsərlər, beynəlxalq nəşrlər, faydalı materiallar var burada. Görüntülə girin. Mən yəni hər zaman izləyirəm. Bir də ki, ART-nin YouTube səhifəsini müəllimlər. ART-nin YouTube səhifəsini mütləq izləyin. Nəyə görə? Orada vebinarlar olur. Kurikulumla bağlı yeniliklər. Orada vebinarlar olur. Vebinarlar mənim qarşıma çıxanda özüm izləyəndə mən statusda da qruplarda paylaşıram, müəllimlər izləyir. Baxın, burada məktəbə qədər təhsillə bağlı, müəllimlərin işə qəbulu qiymətləndirmə, burada fiziki tərbiyə, oyunlar, onlayn təlim. Burada yaxşı kurikulumla bağlı yenilikləri görmək olur. Müəllim, indi burada biz sual-cavab edirik. Bu müəllimlər mənim kimi direktorluğa hazırlaşırlar. Burada müəllimlərə aid suallar verilir. Heç direktora aid suallar mən görmürəm burada. Elə bilirəm, nəsə başqa qrup deyəmək. Hansı müəllimədir danışan? Aytən müəllimə. Siz mənim direktorluğa qrupuma daxil olmaq istəyirsiniz? Bəs müəllim onu direktora hazır işə qəbuluna mənə lazımdır da. Və bu hansı qrupdur? Bu müavinlər qrupudur. Fərqi var onun, eyni deyil hazırlaşmaq.
Eyni deyə müəllimə, mən indi həmişə qanundan sual cavab edirdim. Bu gün ancaq kurikulumdan sual cavab elədim. Bəs dərslərdən də dedim axı. Kurikulumdan sual cavab elədim bu gün. Tamam. Növbəti dərsimiz dekabrın 1-nə qədər qrup yığılır müəllimlər. Dərsimiz ingiliscə qanun olacaq. Qanunu verirəm, qanunu yaxşı öyrənin. Qanunu izahlı sual cavab edəcəm. Biz axı dərsdə əvvəldə dedim ki, həmişə qanundan sual cavab edirəm. Bu gün isə kurikulumdan sual cavab edəcəm. Belə müəllimlər, birinci dərsimiz Belə suallarda verilir. Müəllimlərə verilən suallarda bunlardan da verilir deməli. Hə, bəs nə kurikulumdan da verilir. Bir də bilirsiz nə sual verilir Aytən müəllimə? Yəni bunlardan anlaşılmışlardır. Şükür Allah'a. Dəqiqə, bu hansı müəllimdir? Aytən müəllimə, deməli 500 plus direktorlar müsahibəsində ki, sonuncu müsahibədə sual verilmişdi ki, öz məzmun xətlərinizi sadalayın. Bir də görürsüz ixtisaslı kadr oturur orada. Qayıdır deyir ki, Pifaqor teoremini izah elə. Necə izah eləyərsən ki, uşaqlar onu aydın başa düşsün. Müsahibədə direktorlar, müavinlər müsahibəsində riyaziyyat müəlliminə Pifaqor teoremindən sual verirlər. İxtisasdan. Nə bilim, Müəllimlərin müsahibəsində 38 bal topladım mən. 40-dan 38 topladım. sertifikatlaşdırmada. Hə. Sertifikasiya müsahibəsi də çətin olmur. Hər bir müəllim oradan keçir. Əsas direktorların, müavinlərin müsahibəsidir. Yəni hər tərəf. Müsahibədə çətin deyildi, amma yaxşı hazırlaşmışdım. Çətin deyildi. Onda sizə Aytən müəllimə, indi bu siz indi müavinliyə hazırlaşırsınız da, sizə kurikulum isə indi müvacibələr. Müavinə yox, müəllim müavinə yox. Məktəbimizdə direktor yoxdur, ora qəbul olmaq istəyirəm. Direktorlara. Özü 500 plusa. Onda mən sizə o qrupa əlavə eləmişəm də, müəllim, siz məni çaşdırdınız. Direktorlar qrupunda varsınız da. Bilirəm, müəllim, mən burada nə bilim, burada link atdınız, mən də girdim. Yox, siz o həmin o qrupun dərsi sabahday müəllimə. O dərsi qrupda siz indi yadıma düşdü hansı müəlliməsiz. Təzə qrupda. Bəs dünən niyə olmadı ikinci günü? Yox, ikinci günü müəllim çatdırıb oxumamışlar müəllimlər dərsi. Ona görə sabah. Siz mənə demişdiniz ki, ikinci gün 36 sabah olacaq, sabah. Sizə yazdım ki, 20-30-da dərs olacaq. Dediniz ki, yox, sabah 20-30-da olacaq. Sabahdır, müəllimə, sabahdır. Bu yeni başqa qrupdur, müavinlərin qrupu. Ödənişli sınaq dərsidir. Sizə mən materialları göndərmişəm. Sizin ödənişli qrupa dərsim sabahdır. Materiallar hamısı var məndə. O materiallar da çətindir ki, bunlar rahatdır. Ona görə öyrənin də. Sabah dərsdə soruşacağam. Samirə müəllimə, axşamınız xeyir olsun. Salam, axşamınız xeyirli olsun müəllimə. Uğurlar arzulayıram bütün müəllimlərə və sizə, hamımıza. Müəllimə, vaxtınız varsa bir sualım var idi, mümkünsə. Buyurun. Şabramdan qoşuluram sizə, Afət müəllimədir. Hazırda 2 ildir direktor, 31 ildir müəllim işləyirəm, 2 ildə həvalə işləyirəm. Şabram məktəbləri bu il vakansiya çıxarılmadı və mən qeydiyyatdan keçə bilmədim. Hansı ki 8 məktəb boşdur Şabranda. Müəllimə, siz inanırsınız nə qədər məktəb var ki, vakansiyaya çıxartmayıblar. Mənim eşitdiyimə görə o şagird sayı az olar çox güman ki. Neçə nəfər? Bəli. Nəfərdir? Azdır. Balaca kənddə 70 nəfər. O məktəbləri çıxartmayacaqlar. Elə o məktəbi sizə verəcəklər müəllimə. O məktəbləri. Onları mən indi məlumatım var da, eşidirəm o məktəbləri sistemdə görürüm. Sistemdə bir harsa 300, 400, 500-ə qədər məktəblər, bir də 500-dən çox olan məktəblər görünür. İndi bəzi görünməyən məktəblər də var. Onları real namizədlərə verəcəklər. Aha. Müəllimə, mən yerli sakinəm, yəni 31 ildə eyni məktəbdə işləyirəm. Sertifikasiya balım da normaldır. Yəni belə namizədləri mənəm düşünürəm, amma biraz hədəfim başqa idi. Rayon məktəbinə, şəhər məktəbinə irəliləmək istəyirdim. Odur ki, iştirak eləmək istəyirdim vakansiyada, imtahanda. Şagird sayı daha çox olan 300 pluslarda iştirak eləmək istəyirdim, amma var idi 6 məktəb, amma vakansiya çıxmadı. Görəsən səbəb nədir? Növbəti turlarda gözlənilirmi? Hissə istəyirlər çıxacaq müəllimə. İndi o hissə istəyirlər deyirlər, nəyə nəzərdə tuturlar. Onu valla bilsəm deyərəm. O hissə yerini mən də deyərəm. Şagird sayı az olan məktəbləri elə həvalədə olan müəllimlərin şansı daha çoxdur.
Buyurun Aygün. Müəllimə 2 ildir müqavilə ilə, 3 aydan bir müqavilə ilə işləyirəm. Məni ən çox yoran, işimi sevə-sevə görürəm. Mənim üçün yeni bir şey yoxdur. Yəni 31 ildir zaten həmin məktəbin pedaqoquyam, müəllimiyəm. Eyni valideynlərdir, eyni şagirdlərdir. Sadəcə 3 aydan bir müqavilə, 3 aydan bir müqavilə. Mən HR sahəsində təlimlərə gedirəm, müəllimlər. Asan İnnovasiya Mərkəzində bir yaxşı təlimlər keçirilir. Orada gedirəm HR sahəsində. Deməli, o qanuna ziddir. Sizə maksimum bir dəfə imzalanmalıdır 3 aylıq. Növbəti 3 aylıq imzalanmalı deyil. Ya sizi o vəzifəyə keçirtməlidirlər. Bilmirəm nə. Onu mütləq keçirtməlidirlər sizi. Yəni 3 ay, 2 il. Elə müəllim var ki, Bakıda da məktəb var ki, düz deyildi 3 ay müqavilə ilə işləyir. Müəllimə dekabrın 1-i müqaviləm yenilənməlidir. O belə bir yorucu bir prosesdir də. İşimdən oluram sənət düzəl, sənət hazıra, elektron, kargüzar formasında belə biraz vaxtımı alır. Yəni həqiqətən imtahan vermək istəyirdim, bir özümü sınamaq istəyirdim ki, görək vəziyyət nə yerdədir. Amma çox təəssüfləndim, Şabran çıxmadı vakansiya. Siyəzən çıxdı müəllim. Siyəzən çıxdı. Real namizədsiz də müəllimə. Bəlkə ola bilsin region daxili sizə müsahibə eləyib elə önərdi sizə o məktəb versinlər, amma yenə də hazırlaşmalısınız. Ehtimal ki. Bəli, bəli. Tamam müəllim, axşamınız xeyir. Salam Aygün müəllimə, salam, axşamınız xeyir. Necəsiz? Sağ olun, var olun, minnətdaram. Yaxşı olun, siz də var olun. Mən sualları cavablandırdığınıza görə. Mən də qeydiyyatdan keçmək istəyirdim. Təəssüf ki, biz baxdım ki, gimnaziya yoxdur. Mən də qeydiyyatdan keçmədim. Və o 500 plus olmadığına görə fikirləşdim ki, yoxdur. Amma 500 plus olan məktəbdə var ki, çıxmayıbdı. Çoxsu çıxıb, bir neçəsi çıxmayıb. İndi bu 500-dən aşağı olan necə olacaq? Siz dediyiniz kimi təhsil özü region daxili müsahibə olacaq, yoxsa necə? Onu mən də həvaləyəm də, bilirsiniz. Mavinəm, amma aprel ayından mənə də 3 ay bir bağladılar. 3 ayda məzuniyyətə çıxmışdım, başqası elə belə adını yazdılar, özüm apardım. 2 dəfə bağlayıblar. Neçə şagirdiniz var müəllimə? 249 hazırda. 249 və siz aprel ayından orada işləyirsiniz. Qeydiyyatdan da keçmədiniz amma elə? Yox, gördüm ki, məktəbimiz yoxdur, mən başqa yerə keçmək istəmirəm. Zaten mən region özünün işçisiydim. Fevral ayından ora göndərdilər, metod kabinet bağlandığına görə bilirsiniz, siz demişdim. Sonra da direktor getdi deyə apreldən həvaləni mənə veriblər. Mən istəyərdim ki, öz məktəbimiz olsun. Aygün müəllimə, bu metod kabinet bağlanıb. İndi bu 51 plus sertifikasiyadan bal toplayan müəllimləri metodist təyin edirlər. Amma da idarədə metod kabinet olmayacaq da, düzdür? Xeyr, onlar məktəbdə olacaqlar. Həmin metodistlər məktəbin özündə olacaqlar, bəli. Müəyyən dərs saatları da olacaq, bir neçə məktəbi də idarə etməlidirlər. Bəli. Metodistlərə maksimum 15 saat dərs verirlər, bir də vəzifə maaşı. Bəli. Onlar 51. Mavinlər də nə qədər alır ki? 600-700 alır da. Yəni metodist mavinlərin üzrə dərs saatı az olur, maksimum 12 saat. Amma bu maksimum da bütün müəllimlər təmin olunubsa, dərs götürə bilər mavin direktor, olmayıbsa xeyr. İndi mənim də belə bir şey yoxdur da ki, bütün müəllimlər dərs saatı ilə təmin olsun, ondan sonra mənə 15 saat versin. Yox, bizdə elə dedilər bu regiondakı müəllim 18 saat dərs saatından təmin olunubsa, ondan sonra dərs götürə bilərik. Metodistlər də? Yox, metodistlər yox, mavin direktordan danışıram. Mən metodist kimi regiondaydım, sonra bu il biz nazirliyin qərarından sonra çıxdıq. Yəni heç kimi çöldə qoymadılar. Hamı məni məsəl üçün gimnaziyaya mavin göndərdilər. Zaten mən metodist olula başqa məktəbdə də həvalə direktorluq vermişdilər. Bu qərar çıxanda da qaytardılar geri metodist kimi. Sonra da elə bil ki, biz ərizə yazdıq ki, amma öz ərizəmizlə çıxartdılar. Azərbaycan məcəllənin 68 kinnasından çıxartdılar. Amma özləri qərarı ləğv eləsə də nazirlik hamımıza ərizə yazdırdılar ki, yəni öz ərizəmizlə çıxırıq. Bilmirəm niyə elə elədilər. Öz ərizəmizlə çıxdıq, hamını da yerləşdilər. Öz ərizələrlə çıxanda sizə təzminat vermirlər də. Ona görə sizi ixtisarla bağlı çıxarsaydılar, sizə təzminat verəcəkdilər. Olar. Bəlkə də ona görə. Siz ixtisara düşdünüz, ona görə sizə təzminat verəcəkdilər.
Aygün müəllimə, real namizədsiniz də ora müəllimə. İndi bilmirəm sizdə də regionda onu region daxil eləməlidirlər, amma vakansiya yoxdursa real namizədsiniz. Sadəcə yenə deyirəm qanuna ziddir də ki, hər dəfə 3 ay müəllimə 2 ildir əvalidə işləyir. Yəni bunun heç bir Müəllimə, indi o müəllimə deyir 2 ildir 3 ay. Mən direktoru tanıyırdım ki 3 illə həvalə 3 ay həvalə olublar. İndi bu yaxınlarda çıxıblar. 3 illə həvalə olanlar var. Müqavilə 3 aydan bir yenilənir. Var, bütün Düzdür, məktəblər. biz elə elektron çətin bizə heç nə demirlər, özləri yeniləyirlər. İndi müəllimə deyir elektron nəsə yazıram, biz heç nə yazmırıq. Sadəcə region özü yeniləyir, yeniləməyinə. Biz, məsəl üçün, mənim də vaxtım noyabrdadır. İndi yeniləyəcəklər, yeniləməyəcəklər, onu dəqiq bilmirəm. Amma real namizəd kimi bilmirəm da, nə qərar verəcəklər, müsahibə mi eləyəcəklər, yoxsa elə nətər olacaq, hələ heç nə deməyiblər. Sadəcə 249-dur, 500-dən aşağıdır. Yəni, dedim bəlkə sizin nəsə xəbəriniz ola. Axşamınız xeyir, Aygün müəllimə. Deyirsiniz ki, biz heç nə yazmırıq. Əksinə, müəllimə, məktəbdən məktub getməlidir və bizdə, məsələn, mən Goranboydayam da, mən bildiyim qədər siz Gəncədəsiz. Mən də müavinəm. Məktəbdən mənim adıma məktub gedir sektoratlığa. Sektoratlıq da bir dənə məktub gedir də, ayrı nə çətin bir işlik, o məktubu göndəririk. Ayrı elə bir şey eləmirik axı. Xanım dedi ki, çətin prosesdir, yəni heç bir çətinliyi yox. Hər regionda biraz fərqli olur. Əgər siz direktor... Məktubu yazan kimi özləri oradan göndərirlər əmri, baxırsan ki, bağlayıblar. Yəni elə bir vaxt da getmir. İndi Goranboy bilmirəm. Halbuki Goranboy da bizim regiondadır. Yəni biz Gəncə əziyyət çəkmirik. Belə müəllimlər, hər birinizə uğurlar arzu edirəm. Deməli, mənim müavinlər qrupum, inşallah bu qrup dekabrın 1-nə qədər yığılacaq. Qanunu verirəm, imtihası haqqında qanunu verirəm. Onu öyrənin. Dekabrın 1-nə qədər qrup yığılır. İndi hal-hazırda oktyabr müavinlər qrupum davam edir. Bir də müsahibə qrupum. Əsas qrupum direktorların müsahibə qrupum. O qrupum var. O qrupa kim daxil olmaq istəsə şəxsi yazsın. Növbəti müsahibə qrupum da, direktorların müsahibə qrupum da deməli sənəd emalından sonra olacaq. Belə o qrupda varam. Direktorlar müsahibə. Siz orada varsınız müəllimə. Siz orada varsınız. Sizə aid deyil. Siz o qrupda varsınız. Oldu müəllimlər. Sağ olun. Gecəniz xeyrə qalsın. Hələlik. Sağ olun. Sağ olun. Səs getdi. Sağ olun, hələlik. Sağ olun. Gecəniz xeyrə qalsın. Xeyrə qarşı.